Şagirdlərin ən çox səhv etdiyi belə bir sualın izahına baxaq. İlk öncə görürəm ki, kökün işarəsinin qabağında heç bir ədəd yazılmayıbdır. Demək, bu ikinci dərəcədəndir. Buradakı ikinci dərəcədə buradakı 2-ni aparır. Demək, qalır yerdə kök altında 15 çıxılsın 4. Şagirdlər çox vaxt gəlib cavabı C variantı olaraq qeyd edir, amma bu səhv yanaşmadır. Nə etmək lazımdır burada? Modul işarəsinin altında yazmaq lazımdır ilk öncə onu, çünki cüt dərəcədəndir. Demək, kök altında 15 çıxılsın 4 olaraq qeyd edirəm və 4-ü kök altında 16 olaraq düşünürəm. Çünki 4-ün kvadratı 16 eləyir. Və baxdıqda görürəm ki, kök altında 15-dən kök altında 16 çıxanda mənfi ədəd alınır. Əgər cavabımız mənfidirsə, hər birinin ayrı-ayrılıqda işarəsini dəyişirəm. Kök altında 15-i mənfi kök altında 15, mənfi 4-ü isə müsbət 4 olaraq dəyişirəm. Və yaxud da bu ifadədə yerini dəyişə bilərsiniz. 4 çıxılsın kökdə 15, amma bu hər zaman doğru yanaşma deyil. Çünki yalnızca arada mənfi işarəsi olduqda, yəni minus işarəsi olduqda bu xassə ödənir yerlərini dəyişmək. Hər ikisi müsbət olsaydı bunu edə bilməzdik. Bu sualın izahını mən verdim. 120 nömrəli tapşırığın izahını və cavabını sizdən gözləyirəm.